başqa da əlimizdən hər hansı bir şey gəlmir. Təcil tibbi yardım maşınına da ehtiyacı var. Bax, burada Kamran İbrahimov topa yüksələrkən Mikes fikir versə qalxmadı topa və ardından bir neçə saniyə sonra ağrıları hiss etdi belində. Bəli, təcil tibbi yardım avtomobilinə də ehtiyac var. O da gəldi. Bax, bir neçə saniyədən sonra isti bunu hiss eləmədi. Amma zaman keçdi artıq. Ağrılar içində yerdə qalır Julian Mikes. Bəli, təcil tibbi yardım avtomobilinə indi. Birbaşa böyük ehtimalla xəstəxanaya aparılacaq Julian Mikes. Bu dəqiqələrdə hər hansı bir şərh verməyə, nəsə demək, düşünmürəm ki, yerinə düşər. Doğru olarsa, acı olaraq gedişatı izləyirik birlikdə. Komanda yoldaşları, məhz həkimlərə bunu bildirirlər ki, ağrısı həddindən artıq çoxdur Mikelsin. Hətta o xüsusi keçicilər də həmin anda futbolçunun da adına çatmadı, kömək olmadı. Ağrısını sakitləşdirə bilməyiblər hələ ki. Hətta digər futbolçulardan, hətta Karvan oyuncularından da maçın baş hakimi Tural Qurbanova oyunu bitirməsini bildirdilər. Bax, istəkləri bu cürdür ki, elə oyunu bu anda bitirə bilər. Çünki cəmi 10-15 saniyə qalmışdı maçın sonuna. Karvan tərəfində hər hansı bir etirazı yoxdur onlarda. Bunu Tural Qurbanova bildirdilər. İnsan sağlamlığı hər şeydən öndə gəlir. İstənilən idman yarışında əsas olan insan sağlamlığıdır. Belə olduğu halda artıq nəticə, meydanda oynanılan oyun, bütün bunlar hamısı ikinci plana düşür. Qeyd edelim ki, oyun 7:30-da Qəbələ Şamaxı oyununda var. Hər kəs yığışıb Mikelsin ətrafına.